X gəzdirmişdir. Siz isə X-i yox, onun bizə hansı story oyundan tanış olduğunu tapın. Bir məqalədə yazılır ki, FBI-ın ən çox axtarılanlar siyasında yer alan James Linkros bir gün polislər tutulacaqını bildiyi üçün zarafat məqsədi ilə cebində X gəzdirmişdir. Siz isə X-i yox, onun bizə hansı story oyundan tanış olduğunu yazılır. Oyunun adı istəyir, X yox, oyun. Cavab, Monopoly. Monopoly'də türmədən çıxış kartı var. Amerikalı bilyardçılardan biri əli ilə artistcəsinə vurduğu zərbələri 1960-cı ildə doğulan kimin şərəfinə adlandırıb? Cənubi Amerikalı bilyardçılardan biri əli ilə artistcəsinə vurduğu zərbələri 1960-cı ildə doğulan kimin şərəfinə adlandırılıb? Əli ilə. Ya da toprak ayağıyla vurmayın, da əli ilə vurmayın. Bilyard. Bilyard yəni normal 1960-cı ildə doğulan hansı adamlar oluşadır? Son 15 saniyə. Dostlar, ağlınıza psixologların təşriflərindən sonra London metropolitenində çıxış yoxdur ifadəsi, çıxış əks istiqamətdədir sözləri ilə əvəz olundu. Bəs bu nəyin kəskin şəkildə azalmağına gətirib çıxardı? Bir də oxuyun. Psixologların təşrifindən sonra London metropolitenində çıxış yoxdur ifadəsi, çıxış əks istiqamətdədir sözləri ilə əvəz olundu. Bəs bu nəyin kəskin şəkildə azalmağını gətirib çıxardı? Londonda metroda çıxış yoxdur ifadəsi yazılır. Amma onun dəyişikdə çıxış əks istiqamətdədir yazıblar. Nə dəyişilir bununla belə? Sən nə yazdın? Sərnişin nə oldu? Nə yazdın? Ben bilmiyorum. Cavabı etap 9B. Nədir cavab? İntihar idi. İngiltərə dünyada ən çox intihar hadisəsi baş verən ikinci ölkədir. Məsləhəti verilən şəxsin psixoloq olması sizi cavabı atamayın. Haqqın ən möhtəbər mükafatıdır. Kubokun qalibi olan oyuncu bu kubok ilə bir gün keçirə bilər. Bəs Martin Brody kinoteatra gedib bu kuboku necə istifadə etmişdir? Senli kuboku haqqın ən möhtəbər mükafatıdır. Kubokun qalibi olan oyuncu bu kubokla bir gün